Gələn ay dövlət qurumları üçün yeni elektron poçt sistemi istifadəyə veriləcək. Sistem 60 min istifadəçi üçün nəzərdə tutulub. Bu, dövlət qurumlarına həm funksionallıq, həm də təhlükəsizlik baxımından daha böyük imkanlar verəcək. Bu barədə dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin 3-cü zirvə toplantısında məlumat verilib. 73 dövlət qurumundan 100-dən artıq nümayəndənin iştirak etdiyi iclasda bu il Azərbaycanda dövlət qurumlarına mühafizə sistemi üçün yeni həll yolunun təqdim ediləcəyi bildirilib. Bundan başqa, bu ilin sentyabrında Azərbaycanda kiberdiplomatiya konfransı keçiriləcəyi qeyd edilib. Regionda ilk dəfə olaraq Azərbaycanda təşkil olunacaq konfransa dünyanın müxtəlif ölkələrindən kiberdiplomatlar qatılacaq. İnformasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə həsr olunmuş ilk milli strategiyanın qəbul olunmasını da biz böyük bir nailiyyət hesab etməliyik. Strategiyada çox konkret şəkildə hədəflər qoyulub, məqsədlər müəyyənləşdirilib, tədbirlər planı tərtib olunub və orada konkret hər bir quruma aid olan və qurumlara aid olan tədbirlər nəzərdə tutulub və